uşaqları, gəlin əl-ələ verək, oxuyub sübhəməsin bütün dünyaya deyək. Dünyanın uşaqları, gəlin əl-ələ verək, oxuyub sübhəməsin bütün dünyaya biz deyək. Arzumuz budur ki güneş başımız üstünde olsun, geceler süphe kadar ay, uşaklar desin lay lay. Arzumuz budur ki güneş başımız üstünde olsun, geceler süphe kadar ay, uşaklar desin lay lay. Sen de gel koşul bize, ses versin nəğmə bize. Salam, hörmətli bəndilər, əziz şəhidlər, həyər validlər. Sizi nail olmadığınız bilmirəm adlı nail olmamışamızın tamaşamızda görmək çox xoşdur bizim üçün. Əvvələn ondan başlayır ki, bu nə adlı verirsiniz, mən nail bilmirəm. Xatirimdə deyil, biz Anadolu olmaqlarla köylərdən deyəli bir nail oldu. Birin gəldə, ikinci dəfə orada özlərimizdən qaza qoyarlar, bir nail bilmirəm, bilsəndə deyil. Bir de bir ifadə şəklində ilmi də oradan götürmüşdür. Sonra belə deyək ki, adətən belə tədbirlər, heç də məktəblərdə yox, ümumiyyətlə müəssisələrdə olan tədbirlər müəyyən bir bağlılığı olur, ya bayram günləri, ya anons günləri, nəsə belə üzrə çıxmasın, kampaniya xarakterli bir şey olur. Amma bizim tədbirimiz heç şey həsr olmuyor. Sadəcə uşaqlarımızı həm əyləndirmək, həm də yaradıcılıqlarını göstərmək ki, uşaqlarla izləmək olar. Bəzən elə olur ki, hörmətli işlərsə, bəzən olur ki, bir tədbirlərdən bir gördüyüm bir uşağın və bir şəxsiyyətin tarihi asılır. Yəni, ölüm nədəsə istiqamətdən verir və o istiqamət üzərdə gedir. Mən çox danışmayacağım, hər halda diqqətlə qulaq asılacaq aktrisi ümidvarım. Sonra sizin sözlərində işləməyiniz üçün çox xoş olacaq. Yəni isə başlarım. Güneşin altında, bu yaşıl yerin üstünde güzel bir memleket var idi. Bu memleketin özü kadar onun adamları da güzel idi. Her öz işiyle meşgul olur, alnının teri, elinin zəhmətiyle bir parça çöreğini kazanır, Allah'ına şükredir, çəkişlərdən uzak gezerdiler. Bu güzel adamları, balaları da öz ata-analары kimi güzel, saf, təmiz idilər. Büyüklərin sözünə baxır, gözəl-gözəl arzularla yaşayırdılar. Hər gün ata-anaları işdən gələndən sonra onların icazəsi ilə oynamağa çıxardılar. Ən çox da bənövşə oynadılar. Bir gün yenə də toplaşmışdılar. Bir harflər olmuş idi. Getdim onu tutmağa, o məni tutmuş idi. Zindana salmış idi. Zindanın ağacları, dən gətirən quşları, dəni keçdim dağaşdı, qızıl gülə dolaşdı. Bir dəstə güldərməmiş, mənə gəldi, mən qaçdım. Bu uşaqlar hardadır belə? Zeynəb, Aylin, Aminə. Ay uşaqlar, hardasınız belə? Niye geç kalmıştın? Adama çay verirdim. Bəs sən? Nənə paltaryamaydı, mən iyiliyi saxlayırdım. Bəs sən niyə? Yatıb qalmışdım. Yaxşı, bəs cırtdan hanı? Cırtdan meşəyə gedir. Yer olduğunu tapmağa. Bəs nə? Cırtdan bir başa. İndi harda olsa gələr. Yaxşı, gəl oyun oynayaq. Hansı oyun? Gəlin, əl üstə kimlə oynayaq? Yox, gəlin təpən qardaş oynayaq. Yox, Bənövşə. Gəlin Bənövşə oynayaq. Mən hazır. Gəlin onda pişək ha.
Gəlin şərt kəsək. Şərti. Zənciri qıra bilməyən şeir desin, rəqs etsin ya da mahnı söyləsin. Biz Bəndən düşər, bizdən sizə kim düşər? Adı gözəl, özü gözəl müstənə. Birinci, anladı birinci. Birinci, anladı birinci. Bəndən düşər, bizdən sizə kim düşər? Adı gözəl, özü gözəl Əli. Birinci, Əli oldu birinci. Birinci, Əli oldu birinci. Uşaqlar, axı bizim şərtimiz var idi. Doğrudan. Zənciri qıra bilməyən rəqs edəcək, mahnı söyləyəcək və yaxud da ki, şeir söyləyəcək. Mən isə rəqs edəcəm. Bilirsiniz ki, mən vurub yıxan oğlanam ha. Özümdə qoçuyam qoçu. Adımda Əlidir. Ona görə qoçayda oynayacaq. Buyur. Kimi zənciri qıra bilməsə, ya şeir oxuyacaq, ya mahnı oxuyacaq, ya da rəqs edəcək. Mən isə şeir oxuyacaq. Buyur. Səssiz eşidilməz harayım önüm, başına 100 dəfə dolanım dönüm. Səs baş kitabı, xərtəm yönüm, ünvanım, vakanım. Büsatım desənsən, toyum desənsən, məzarım desənsən, ölüm desənsən. Sultanım desənsən, bəyim desənsən, haqalım, vakanım. Səndə yollarında anamın səbri, səndə yol gözləri, atamın qəbri. Sənsən ümid yeri, sənsən and yeri, sənsən and yeri, xəyyamın, aşarım. Xəyyam, bu şeiri kim yazır? Mən yazmışam, nə sorsan? Mənim bir dayım qızı var. Onun müəlliməsi adı Xəyyamdır, o da şeir yazır. Yəqin Xəyyam müəllim məndən küsüb, ya da sən ona bu şeir verirsən. Görmürsən, Xəyyamın şeirində öz adı var. Axı onun Xəyyam. Bahs etmə, gəlin oyunumuzu oynayaq. Bənövşə, Bənövşə, bizdən sizə kim düşər? Adı gözəl, özü gözəl Lalə. Birinci, Lalə oldu birinci. Birinci, Lalə oldu birinci.
şeir dedi, rəqs elədi. Mən də övladıma mahnı oxuyacağam. Buyur. Bahar gələndə məndə, bitərəm göy çəməndə. Bahar gələndə məndə, bitərəm göy çəməndə. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızıyam. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızıyam. Uçmağa yok kanadım, kızıllarədir adım. Çölünüzü bezərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Uçmağa yok kanadım, kızıllarədir adım. Çölünüzü bezərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Başımda alşalım var, yanarım yaxamım var. Başımda alşalım var, yanarım yaxamım var. Giyinmərəm acıyam, acıyam. Çiçəklərim tacıyam, tacıyam. Giyinmərəm acıyam, acıyam. Çiçəklərim tacıyam, tacıyam. Uçmağa yok kanadım, kızıllarədir adım. Çölünüzü bezərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Uçmağa yok kanadım, kızıllarədir adım. Çölünüzü bezərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Bəndə düşər, bizdən sizə kim düşər? Adı gözəl, özü gözəl Nazilə. Bir iki, nazlı oldu isimli çeçek. Bir iki, nazlı oldu isimli çeçek. Elə şey olar, əgər hamı öz adına mahnı oxuyub, şeir deyib, rəqs edibsə, onu mən də öz adıma rəqs edeyim. Nazirə rəqsi. Buyur.
Gördüyünüz kimi uşaqlarımız çox xoşbəxtdirlər. Bu xoşbəxtlik onlara da çox yaraşır. Gördüyünüz kimi uşaqlarımız çox xoşbəxtdirlər. Bu xoşbəxtlik onlara da çox yaraşır. Çünki onlar saf niyyətli, təmiz ürəklidirlər. Amma təəssüf ki, dünya yalnız yaxşılardan ibarət deyil. Nə yazıq ki, pis adamlar, pis niyyətlər də var. Bax o pis niyyətli, pis adamlar bizim uşaqların izinə düşmüşdülər. Məmləkətin ağ gününü qara eləmək istəyirdilər. Aha, baktım buradadılar. Ailələr, ne görün bunlar bayaqını oynayırdılar? Bənövşə. Hələ bir de görün. Bənövşə. Dərdə düşər. Sən dedin. Hələ bir de görün. Bənövşə. Dərdə düşər. Nə? Sən dedin. Acı da hələ sən de görün. Bənövşə. Dərdə düşər! Sizlər kim düşər? Ağzımızlar, özümüzlər, qulturlar! Bunlar qudurublar, ha deyəsən. Sən biz uşaqsansa, Uşaqsız, ha, bəs nəsil? sən mənim atam bilsən neyniyər? Atalarınızı da görəcəyik. Mənim qardaşımın qısqıları bu qədərdir. Qardaşlarınızı da görərik. Düşün qabağımıza. Ne oldu be Koçfirdun Hanım, bunu bir kanada mıydı? Bir gözdə can qaçar. Yox, mən qorxuram. Şu təlmi qaçar. Yaxşı. Anne de qaçsılar, gel kutuları. Qaçsılar, ha. Sənin maaşından çəkirlər. Qaha. 2 dənə uşağı qaçırsan. Elə qalmam, yazıqdır. Sən çox danışma, sənin də maaşından çəkərəm. Digər indi o bizlər də qaçır. Aha, görün nə qədərdirlər. Acı da cəsay görün nə qədərdirlər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Ay, bir nəfər lan, bunlar neynəmək fikrim var? Ailələrindən hər uşaq üçün 1000 dinar pul istəyirlər. Bəs verməsənə neynəyəcək? Verməsələr pul eləyib bazarda bazarında satacağım. Bu günü qeyd etmək lazım. Düz deyirsən Acı da. Get oradan onda 40 illik küpü at, şərabı gətir. Acı da siz görün. Bugünün şərəfinə. Acı da hələ birin də sür. Acı da birin də sür. Bu qədər bəsdir. Düz deyirsən. Onda bunu apar qoyuraq, sonra da yenidən içərik. Amma biz o qədər də qəddar deyilik. Kimin nə məharəti varsa göstərsin, onu sərbəst buraxacağıq. Mən, Nə məharəti var? mən gimnastam. Acı da, gimnast nədir? Bilmirəm. Vallahi mən də bilmirəm. Hələ göstər görək.
Bir sözümüz olsun. Səni sərbəst buraxırıq. Amma sən də indi verəcəyin məşğul. Sakin. Uşaqların valideynlərinə verəcəksən. Adina, oradan qələm bərək yoxu görürük. Al bunu uşaqların valideynlərinə ver. Adina, bağlayın pərdələri bunları görən olmasın. Yaxşı canımızı kurtardık. Biz canımızı kurtardık. Bəs o birisi uşaqlar? Bir düşünün, gəl valideynlərinizə deyək. Yox, onlar desə, onlar daha da tamaşa salacaq. Onda nə edə bilərik? Gəl, çıxdan sağına. Onlar yaxşı fikirdir. Cırtdan, cırtdan, hardasan? Bəs bizim uşaqlar qardadır. Uşaqları quldurlar qaçırır. Bəs siz də neyəsiniz? Biz quldurlardan qaçırıq. Lila, sən də qaçdın, hə? Mən qaçmadım, mənə buraxdılar. Mən rəqs etdim, mənə buraxdılar. Vay vay, sen onların yanında onlar için reks ettin. Axı mən onlardan sizə məşğul gətirmişəm. Nə məşğuldur, bir görün. Vay namussuzlar. Deməli, həmişəm üçün 1000 dinar pul istəyirlər. Gözlə, bəs indi siz neyniyəsiniz? Biz səni çağırmışıq ki, sən itaatlısan. Gözlə bir fikirlər. Aha, tapdım. Əli, səndə yalancı pullar vardı. Git onları gətir. Ama bir dakika, onlar bize dinar istediler. Bunlar dollardı. Onlar quldurlardır. Dinar, dollar heç nerede bilməzlər. Ama bir dakika, yaxşı biz o pulları onlara verdik. Onlar kudurgandılar, tamahkardılar. Bizden el çekmeyecekler. Düz deyirsən, düz də bir fikirləşir. Gəl, aha tapdım, gəl nə şeylər öyrənə bilirəm. Bəli, uşaqlar çətin vəziyyətə düşmüşdülər. Belə görünürdü ki, çıxış yolu yoxdur.
Amma atalarımız halk incələr, amma üzülməz demişlər. Bu məmləkət heç vaxtlarda qalmamalıdır və qalmadı da. Çünki bu yurdun gözəl insanları, keşiyini çəkən şanlı əsgərləri var. O əsgərlər öz yurdundan düşəni iti qovan kimi qovur. Həmin gün əsgərlər növbəti tapşırığı yerinə yetirib geri qayıdırlar. Acele atın perdeler canım bu arım bandeler hazır. Dur, adım var. Yavrum orla. Buldun, ne buldun? Hemen bak biz ayrılıyoruz. Mən deyirəm, biz həyətdə oyun oynayırdıq. Sonra bir dəstə quldur gəlib bizi həbs elədilər. Bəs siz necə xilas oldunuz? Ben Nazlı ile birlikte kuldurlardan kaçtık. Bəs sən? Mən oğlum neşə sordan yığıldım. Bəs sən? Mən rəqs etdim, mənə buraxdılar. Ay 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 sen onların kafanda bir de rəqs etmişsən. Bəs sizin planınız nədir? Bizim bir planımız var. Nə planı? Yaxşı. O saxta pulları onlara verin. O uşaqları xilas edin. Quldurlar bizlikdir. Bizim ölkədə quldur ola bilməz. Biz onların hamısını məhv eləyəcəyik. Görəcəksiniz. Biz sizə güvəndik. Gəlin gedək. Acele atın pərdələrimizi görün bunların valideynləri harada qaldı. Harada qaldı sizin valideynləriniz? Darıxma, görəcəksiniz. Sizin başınız kimdir? Mənəm. Ayaqla sən niyə bura gəlirsən? Bizim uşaqlar üçün pul istəməmişdi. Zala pulunuz. Dinarlara bax. Alın uşaqlarınızı gedin. Yəni Uşaqlar durun. Yəni uşaqlar. Dinarlara bax. Amma ver mənə bax. Rədd olun. Maaşınızı verəcəm. Səsimizi səsin. Əllər boyun ardına, dizlər yerə. Mərhəmət edə bizə ağa əsgər. Qıyma bizi. Qıyma bizi. Siz uşaqlar çoxunmazdan əvvəl sürəsiydiniz. Biz o uşaqların arxa darağıyıq. Siz o uşaqları çox görməmişsiniz. Durun ayağa. Buna ayağa düşün qalamıza. Bax beləcə həyat əvvəlki axına düşdü. Uşaqlarımız gözəl dünyasına uzadanlar cəzasına çatdılar. Bəli, məmləkətin gözəl günləri yenidən başladı. Çünki bu məmləkətin sahibi var. Onun insanları əmin-amanlıqda yaşamağa layiqdirlər. Uşaqlar qayğısız həyatlarına davam etməyə başladılar. Odur ki, gəlin onları bir daha görək. Beləcə özümüz yazdıq, özümüz səhnələşdirdik. Senarist, dramaturq da özümüz oldu, rejissor da özümüz oldu. Bilmirəm nə qədər xoşumuza gəldi, nə qədər xoşumuza gəlmədi. Adətən belə tamaşalarda teatrda ümumiyyətlə bir ki, tərbiyəli, əhəmiyyətli nəticə çıxartmaq niyə də əylənmək xatirinə olmasın ki? Bunlar balaca uşaqlardılar. Niyə də tamaşa teatrda mütləq ciddi bir problem olmalıdır ki? Bu uşaqlarımız da əylənsinlər. Nə bilim, bəlkə də bunların, məsələn, burada bir şey nəzərə alın, hörmətli iştirakçılar. Bunlar cəmi bir sinifdən işləmişdir. Bütün uşaqlar bir sinifdədir. Bircə nəfər aparıcı qızımız başqa sinifdədir. Görün nə qədər belə şeylər tapmaq olar. Görün nə qədər istedadlar üzə çıxarmaq mümkündür. Mən çox danışmayacağım. Sizlərdən danışmaq, sizlərin sözünü eşitmək deyilsin, çox xoş olardı. Hoşunuza gəldi mi, gəlmədi mi?
kimin sözü var buyursun. Mən istifadə edib bir nəfəri dəvət edirəm. Nizami müəllimi təbii ki, çağıracam bura. Nizami müəllim bizim fəxri veteranımız gəlsin. Əllərdə olma bir Hamınızı xoş gördük, hamınızı salamlayıram. Rəhbərlik başda olmaqla bütün kollektivi salamlayıram, şagird heyətini salamlayıram. Hamınız xoş gəlmişsiniz. Doğrudan bu günləri biz belə götürəndə daha qədim dövrə, şifahi xalq ədəbiyyatı nümunələri olan dövrə Xəyam müəllim səhət elətdirdi. Xəyam müəllim bir daha bütövlükdə götürdən bizim xalq oyun tamaşalarımızı göz önündə canlandırdım. Mənə elə gəlir ki, indi bunu tamaşa adlandırırlar, oyun adlandırırlar, bəzən oyun tamaşa. Çünki ikisi bir yerdə, bu Bənövşə bizim də uşaqlıqda, bizlərin də uşaqlıqda oynadığımız rayonda, kətdə, hamımızın bildiyimiz oyunda, amma çox təəssüflər eləyirəm ki, indiki dövrümüzdə bizim uşaqlarımız, şagirdlərimiz nəinki şəhərdə, hətta kətdə qədim oyunlarımızı, tamaşalarımızı unudublar. Amma bunları yaşatmaq lazımdır. Xəyam müəllimə çox sağ ol deyirəm ki, və həmin bu oyun tamaşa mən adlandırıram. Özdüyümdə bunun ikisinin calağı oldu burada. Ona görə də bunu yada salmaqla çoxlarımız öyrəndi bu Bənövşə bəndə düşər nə deməkdir. Və bunu bir daha biz yaşadıq. Çox danışmaq istəmirəm. Xəyam müəllim istedadlı mənim qardaşımdır. Bir dəfə demişəm, yenə də deyirəm. Bizim müəllimlərimiz də, məktəbimiz də, hamılıqla şagirdlərimiz də, bütün müəllimlərimiz, 270 nömrəli məktəbin müəllimləri mən həmişə deyirəm, çox istedadlıdır, cavan kadrlar gəlir, yeni kadrlarımız gəlir. Onlar da doğrudan da həqiqi mənada çox ürəkaçan dərslər verirlər, gənclik, çünki gələcək gəncliyin əlindədir, biz yerimizdə onlara verməliyik. Mən sevinirəm ki, şəxsən mən getmişəm, mənim əvəzimdə 270 nömrəli məktəbə gözəl savadlı ədəbiyyat müəllimləri gəlir. Alqışlayıram hər birinizi, minnətdarım hər birinizi. Mən mənim Bənövşənin adını çəkdim. Mən burada Bənövşə olanda biz verdik, uşaqlar rəqs elədi, nə bilim, məmurlar falan. Baxın, belə yaradıcı yanaşmaqla Nizami Məmkəz müəllimləri aldırsın. Mən onlara deyirəm, tutaq ki, Bənövşədə o vərmə olunan uşağa deyirəm ki, get tilzit sülsünü sən, tarix müəllimləri üçün deyirəm ki, get tilzit sülsünün şərtlərini öyrən gəlmə. Və yaxud da Riyaziyyat müəllimi desin ki, get Pifagor teoreminin isbatını gətirirəm. Və belə yaradıcı yanaşmaq olmazmı? Çox gözəl var. İbtidai sinif müəllimi, 5 əlin ibtidai sinif müəllimi buradadır. Çox sağ olsun, dəvətimizi qəbul edib gəldi. Buyursun bir kəlmə ondan. Sağ olun. Əvvələn təşəkkür edirəm həm 5 sinfinə, həm də Xəyyam müəllimə, mən də yaddan çıxartmayıb tədbirə dəvət elədiklərinə görə. Tədbir baxanda çox uşaqların ifası, uşaqların çıxışı çox xoşuma gəldi. Əlbəttə, uşaqlarla işləmək çətindir. Amma uşaqların ərsəyə gətirdiyi bu tamaşa mənim çox xoşuma gəldi. Xəyyam müəllimə əvvəla təşəkkür edirəm. Uşaqlara da gələcəkdə, həyat yollarında da, həm dərslərində, həm həyat yollarında uğurlar arzulayıram. Çox sağ olun. Danışmaq istəyənlər olsun, valideynlər adından bir nəfər. Valideynlər, mən ailənin anasına demişdim ki, əgər mümkünsə, ailənin valideyni burada oynayın. Valideynlər adından bir nəfər. Hörmətli məktəb rəhbərliyi, dəyərli müəllimlər, əziz valideynlər və şagirdlər, bugün izlədiyimiz səhnə işi bir daha sübut etdi ki, belə tədbirlərin, tamaşaların formalaşması uşaqların inkişafında çox mühüm rol oynayır. Onların səhnədə sərbəst çıxış etməsi, özlərini düzgün şəkildə ifadə etməsi gələcək həyatları üçün çox uğurlu, dəyərli təcrübələrdən biridir. Hazırlanan bu gözəl tamaşaya görə bütün valideynlər adına mən Xəyyam müəllimə dərin təşəkkürümü bildirirəm. Uşaqların gözlərindəki inan və sevinç sizin əməyinizin ən gözəl bəhrəsidir. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. İnşallah ki, belə dəyərli təşəbbüslərin sayı davamlı olar. Çox sağ olun. Mən hesab edirəm ki,
Namiq müəllimin bir kəlmə xoş sözü bu gül balalar üçün əvəzsiz bir hədiyyə olar. Hörmətli valideynlər, şahidlər, müsavirlər. Biz ötən ildə də Xəyam müəllimin bir tamaşasına şahidlik eləmişdik. Həqiqətən çox maraqlı tamaşaydı. Bu dəfə də Xəyam müəllim belə bir təşəbbüs göstərdi ki, mən bir siniflə, dərs ediyim bir siniflə tamaşa hazırlamaq istəyirəm. Əlbəttə, biz bütün təşəbbüsləri dəstəkləyirik. Xəyam müəllimin də istəyini yox demədik. Bugün də dəvət etmişik bizi valideynləri. Bu səhnədə uşaqlarımızın, şahidlərimizin çıxışı onlar üçün həyəcanlı olsa da, onlar bu işin öhdəsindən məncə bacarıqla gəldilər. Sizin onlara öyrətmiş olduğunuz əlbəttə ki, səhnə mədəniyyətini, bu kiçik teatr tamaşasını uğurla icra elədilər. Yəni, uşaqlarımıza sağ ol deyə bilərik, ancaq daha böyük, kimin hədəfi varsa bu sahədə, müəllimlərimizdən bir dəstək alaraq daha iləri getməyinizi arzu edirik. Xəyam müəllimə də çox sağ ol deyirik. Həqiqətən Xəyam müəllim ədəbiyyatçıdır. Ədəbiyyat müəllimliyindən, Azərbaycan müəllimlərindən də bir pillə irəlidə əsl ədəbiyyatçıdır. Xəyam müəllimin dərslərində iştirak edirəm. Eyni zamanda başqa bir formada tədbirlərdən, məktəbdən kənar görüşlərimizə də ədəbiyyata bağlılığı, ədəbiyyatla o yaşaması, sevgisi, ədəbiyyata olan sevgisi sevindiricidir. Çox sağ olun Xəyam müəllim. Təşəkkür edirik. Yəni, bu tədbirlərin davamlı olmasını arzu edirik. Növbəti dəfə digər siniflərin şahidlərinə də belə imkan yaradasınız. Onlar da öz səhnə bacarıqlarını göstərərlər bizə. Sağ olun. Sağ olun. Gelin ki, çekelim.